Azərbaycandan Kanadaya getmək üçün hansı addımlar atmaq lazımdır? Əgər siz turist kimi getmək istəyirsinizsə, viza üçün müraciət etməlisiniz. Ərizə onlayn və ya kağız formada təqdim edilə bilər. Təhsil almaq istəyənlər isə əvvəlcə universitet və ya kollecə qəbul olunmalı, daha sonra tələbə vizası üçün müraciət etməlidirlər. Kanadada işləmək üçün isə əvvəlcə oradakı işə götürənlərdən iş təklifi almaq lazımdır. Bundan sonra Work Permit və ya immiqrasiya proqramları vasitəsilə daimi yaşamaq hüququ qazanmaq olar. Azərbaycandan Kanadaya birbaşa uçuşlar olmasa da İstanbul, Frankfurt, Doha, Dubay kimi şəhərlərdən tranzitlə getmək mümkündür. Uçuş qiymətləri mövsümə və bilet alınma tarixinə görə dəyişir. Orta hesabla $700-1500 arasında olur. Kanadaya getməzdən əvvəl səyahət sığortası almaq tövsiyə olunur. Xüsusilə tələbələr və turistlər üçün bu vacibdir. Həmçinin viza üçün biometrik məlumatların təqdim edilməsi də tələb olunur. Bunun üçün Bakıda yerləşən VFS Global Canada viza mərkəzinə müraciət edilməlidir. Nəticə etibarilə Azərbaycandan Kanadaya getmək istəyirsinizsə, proseslər əvvəlcədən planlaşdırılmalı və sənədlər tam düzgün şəkildə təqdim olunmalıdır. Rədd cavabı almamaq üçün rəsmi veb saytlardan istifadə etməyiniz və ya təcrübəli miqrasiya məsləhətçilərindən dəstək almanız tövsiyə olunur. Kanada həm sosial təminat, həm təhsil, həm də təhlükəsizlik baxımından yüksək səviyyədə bir ölkədir. Əgər məqsədiniz dəqiqdirsə və bütün şərtləri yerinə yetirirsinizsə, bu ölkəyə getmək sizin üçün əlçatmaz deyil.